bu elmi tələb elədiniz, bu elmi yayırsınız. Yəni, burada niyyətiniz nə idi? O ixlasın heybəti, o ixlasın böyüklüyündən İmam Əhməd demir ki, Allah üçün. Bu ağır məsələdir. İmam Əhməd deyir ki, Allah bunu bizə sevdirdi və biz də başladıq buna məşğul olmağa. Ona görə insanın bilməsi ki, görəsən mən müxlislərdənəm, bu çətindir. Lakin insan nəyi bilə bilər? Görəsən, ixlasdan mənim payım var ya yox, qayda budur. O da nədir? Müxlis kimdir? Mən yəqtum həsənətihi kəmə yəqtum seyyiəti. Və bu qaydadır. Bunu özündə tətbiq elə. Öz pisliklərini gizlətdiyi kimi yaxşılıqlarını gizlədən adam. Çünki heç bir insan təbiətinin tələbi olaraq istəməz ki, onun günahları, pislikləri, eyibləri üzdə olsun. Kimsə onu görsün. İnsan meyillidir nəyə? Onları gizlətməyə. Əgər öz günahları və eyibləri gizlətməyə meyillisənsə, bu cür yaxşılıqları gizlədənsənsə, demirəm sən müxlissən, amma hiss olunur ki, ixlasdan sənin payın var.